Hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün Xırdalan şəhərində gözəl bir 3 sotda 165 kvadrat 4 otaqdan ibarət ev və üstündə jackpot, bir dənə obyekt mağazin. Və bu obyekti, belə bir obyekti var. Geniş kvadratda. Evin çıxarışı var. Burada belə bir yer var. Əlavə, burada nə istəyirsən, sklad kimi ya. Buradan qapı açıb bir başqa bir şey eləmək olar. İndi isə gedək evin içərisinə, həyətinə. Birbaşa yolun üstündədir obyekt. İştəyə obyekt olub, indi satışa çıxarılıb deyin, yandırılıb. İndi isə daxil olub evin həyətinə. Bu evinizin belə bir həyəti var. Evin böyründə bax belə bir yer var. Geniş yer. Ev şəxsi evdir. Həyəti navesdir. Kombisi, mətbəx mebeli, bütün hər şey yaşayışlı bir evdir. 2 dənə kombisi var demək olar. Biri pütümünütka, biri kombi. İndi isə daxil olaq evin içərisinə. Ev 165 kvadrat evdir. Belə bir geniş qonaq otağıdır. Pəncərələr birbaşa 3 dənə pəncərəsi var. Həyətə baxır. Burada isə sanitar qovşağıdır. Addelli hamamıdır. Burada isə ayaq yoludur. Şəxsi evdir. Qonaq otağı görürsünüz nə boyda geniş. Heç olmasa ən aşağısı 40 kvadrat var. İndi isə daxil olaq otaqlara. Bir dənə bunun çatışmayan cəhəti mətbəx balacadır. Buradan kəsib belə mətbəxi böyütmək olar. Bura mətbəxidir. Mətbəxi. Sağda bir otaq. Geniş bir otaqdır. Solda geniş bir otaqdır. Bəzi evlərin belə deyək, bu kvadratda olanı qonaq otağı olur. Amma bu yataq otağıdır. Var, geniş yataq otağıdır. Belə bir yataq otağı. Pəncərəsi birbaşa 2 dənə pəncərəsi var. Həyətə baxır. Burada isə 4-cü yataq otağı həyətə, böyür, evin arxa tərəfinə baxır. Geniş bir kvadratda otaqlardır. Ev, yenə qeyd edirəm, 165 kvadrat. 15-in 11-ə evin razmeridir, içərisi təmiz 165 kvadrat. Evimizin çıxarışı var. Yenə qeyd edirəm, 3 sotda yerləşir. Şəxsi evdir. 115.000 manata obyekt üstündə hədiyyə. Obyekt üstündə hədiyyə verilir. 165 kvadrat. Sağ olun.